Salam dostlar. LinkedIn üzerinden bir post bölüşmüştüm ve bildirmiştim ki optimal komanda ile bağlı bir video paylaşım edeceğim. Sebep mənə ünvanlanmış sual idi. Sual belədir. Əgər komandaya yeni rəhbər təyin edilirsə, komandanın optimal olub olmadığını necə müəyyənləşdirəcək? Ümid edirəm ki, sizin ağlınıza gələn cavablar içərisində komanda üzvlərinin sayıdır. Bəli, doğru bildik. Komanda üzvlərinin sayı. Komanda üzvlərinin sayının çoxluğu onların performansına mənfi təsir göstərən faktorlardan biridir. Bunu əsaslandırmaq üçün gəlin komandanın kommunikasiya yüklüyü anlayışına diqqət yetirək. Komandanın kommunikasiya yüklüyü dedikdə bir komanda üzvünün bütün komanda üzvləri bir-biri ilə ünsiyyətdə olduğu zaman onun məruz qaldığı kommunikasiya kanallarının sayı və yaxud kommunikasiyanın deməli o yüklülük göstəricisidir. Bunun üçün belə bir formula var. Kommunikasiya kanallarının sayı bərabərdir. En vurulmuş en çıxaq 1 bölünmüş 2. Təsəvvür edin, 5 nəfərlik bir komandada kommunikasiya kanallarının sayı olacaq 5 vuraq 5 çıxaq 1 bölək 2. Nəticə olacaq 10. Əgər komanda üzvlərinin sayı cəmi 2 ədəd artmış olsa, bu zaman nəticə ən azı 2 dəfə artmış olacaq. Yəni 7 vurulmuş 7 çıxaq 1 bölünmüş 2 nəticə olacaq 21. Təsəvvür edin, əgər biz komanda üzvlərinin sayını 20-yə qaldırmış olsaq, burada kommunikasiya kanallarının sayı olacaq 190. Düşünürəm ki, bu çətin deyil ki, biz bunu müqayisə edək ki, komanda üzvlərinin sayı çoxaldıqca onların bir-biri üçün yaratdığı əlavə, deməli yüklülük nə dərəcədə həndəsi silsilə ilə çoxalmış olur. Əlavə bir deməli göstərici komanda üzvləri arasında effektiv osmotik kommunikasiyanın olmasıdır. Yəni effektiv kommunikasiyanın olması da birbaşa komanda üzvlərinin sayı ilə bağlıdır. Misal olaraq, kommunikasiya eksperti Alistair Cockman bildirir ki, komanda üzvləri arasında effektiv kommunikasiyanın olması üçün onlar arasındakı deməli ən uzaq məsafə olmalıdır 33 fit. Yəni bir komanda şəklində fəaliyyət göstərirsə, onlar biz open space dediyimiz ərazidə yerləşirsə, otururlarsa, onların bir-birindən, yəni ən uzaqda yerləşən komanda üzvü bir-birindən 33 fit, başqa sözlə desək, 10 metr məsafədə yerləşməlidir. Əks halda o, osmotic communication-dən yararlanmayacaqdır. Osmotic communication nədir? İki nəfərin bir-biri ilə ünsiyyəti zamanı digərlərinin onu çox rahat eşitməsi. Yaxşı, bəs bunun faydası nədir? Bunun faydası ondan ibarətdir ki, əgər bir sual digər komanda üzvləri üçün də deməli maraqlıdırsa, hansı ki bu çox vaxtda belə olur, iki nəfər bir-biri ilə həmin məsələni müzakirə etdikdə, həmin suala cavab tapmağa çalışdıqda, digər komanda üzvləri öz işindən ayrılmadan bunu rahat şəkildə eşidə bilirlər. Bəli, çox saylı bu kimi faktorlar göstərmək olar. Hesab edirəm bu kifayət edir ki, komanda üzvlərinin sayının onların performansına necə təsir etdiyini biz başa düşürük. İkinci göstərici komanda üzvlərinin plana görə performansıdır, hansı ki bu daha çox biraz ənənəvi yanaşmaya uyğundur. Yəni, rəhbər plana baxaraq performansın necə getdiyini müəyyənləşdirə bilər. Ancaq bunun üçün də müəyyən şərtlərə ehtiyac var ki, plan qısa müddətli həm də qısa müddətli tərtib edilmiş olsun. Yəni uzun müddətli planda, məsələn, rüblük, illik, yaxud bir neçə aylıq tərtib edilmiş planda, hansı ki bu rüb tamam olmamış, il tamam olmamış biz işin nəticəsini görə bilmirik. Bu zaman komanda üzvünün performansını yoxlamaq asan olmayacaq. Üçüncü göstərici komanda üzvləri arasında kommunikasiyanın effektivliyidir. Komanda üzvləri nə dərəcədə effektiv kommunikasiya kanalları və metodlarından yerində istifadə edə bilirlər. Onlar hansı məlumatın kimə, nə vaxt, necə, hansı üsulla ötürülməsini bilirlərmi? Və s. Başqa sözlə desək, onların kommunikasiyanın idarə edilməsi sayəsində olan bilişləri və vərdişləri. Dördüncü göstəricimiz olacaq
komanda üzvlərinin adaptivliyi. Komanda üzvləri hər hansı dəyişiklik baş verirsə ona necə münasibət göstərirlər? Ona tez adaptasiya olurlar və ya ona müqavimət göstərirlər. Başqa sözlə desək, hər hansı bir change baş verdikdə ona welcome deyə bilirlər, yoxsa məyusluğa məruz qalırlar. 5-ci göstərici komanda üzvləri arasında olan motivasiyadır. Komanda üzvləri nə dərəcədə motivasiyalıdırlar? Onlar öz işlərini sevərək yerinə yetirirlər, yoxsa məcburən işlərini icra etməyə çalışırlar. 6-cı göstərici komanda üzvlərinin deməli davamlı inkişafıdır. Komanda üzvləri davamlı inkişafa nə dərəcədə maraqlıdırlar? Onlar davamlı inkişafın onlara uğur gətirəcəyinə inanırmı? Özlərini konfort zonadan çıxartmaqda maraqlıdırlar. Bəli, aşağı yuxarı mən hesab edirəm ki, fərqli mənbələrdən siz bu kimi göstəriciləri tapa bilərsiniz. Optimal komanda barəsində yaxud high performing komanda barəsində mən çalışdım ki, bunların ən vaciblərini qeyd eləmiş olum, ancaq onu da vurğulayım ki, yeni təyin olunmuş rəhbər bunları bilməklə bərabər həm də onun yüksək səviyyədə elicitation skills olmalıdır. Yəni məlumatları sürətli şəkildə toplamaq bacarığı və ya insanlardan, bizə deyərlər o, bizə bəlkə də birbaşa bu tərcümə olunmur, informasiyanı dartmaq bacarığı ki, bu anında tez, sürətli qərar verməyə kömək edəcəkdir. Diqqətiniz üçün təşəkkür edirəm. Hər hansı əlavələriniz olsa, buyurun yazın, məmnuniyyətlə cavablandıracağım.